Salam hörmətli izləyicilərim, Yüksəl Quba yenə sizi salamlayıram. Deməli, bugün ayın oktyabrın 23-ü. Mən bu alma barədə biraz məlumat verim. Deməli, bu bizi Rizaqolobdur. Rizaqolob. Pink deyirlər, Rizaqolob deyirlər, nə bilim. Ancaq bunun adı Altın Stardır. Pinklər biraz ağ olur. Bu altın stardır. Görürsən, hələ bu dərilməyinə deyim də hələ bu noyabr 1-ci 10 günlüyü. Yəni noyabr ayı 5-dən 10-undan sonra dərilir. Ancaq fikir verirsiniz, kalibri, zat, rəngi çox gözəldir. Bu il havalar yağışlı, soyuqlu keçib deyə, bu da yağışlı, soyuğu qızarması üçün çox əlverişlidir. Yəni ona görə də bunun qızarmasında problem yoxdur. O fikir verirsiniz. Hələ bu dərilməyinə var da vaxt çəlir, xeyr olmadı. Özə mən deyərdim ki, bu bizim bu Rizaqolob deyirlər də. Rizaqolob desək, deməli bu bizim şimal zonası hələ belki havasına çox uyğunlaşır. Bir də kalibrə baxmam. Hələ bir soğuğa, xəstəliyə çox davamlı meyvədir, almadır. Məsləhət görərdim ki, yəni bu pink sortu var, pink almır. Çünki pink çox ağ olur. Ağappaqlı, o çox, yəni satışı biraz zəif olur. Ancaq bunun bax görürsən, hələ bu rəngi biraz da açılacaq. Çox gözəl meyvədir. Yəni əgər istəsiz biz kömək eləyə bilərik, köməyini göstərə bilərik. Bax fikir verirsiniz. Hələ dərilməyinə xeylan var, kalibri çox gözəldir. Yəni 70+. Tutumuz da yaxşıdır, xəstəliyə davamlıdır. Yəni yenə deyirəm, əgər istəsiz biz köməkli göstərə bilərik. Həm qəlimin alınmasında ən vacib məsələlər biri. Budaması, dərmanlaması, yəni hər şey nə lazımdır biz eləyə bilərik. Çox vaxt mən də baxıram. Kim nə gəlir danışır, bilər, bilməz, yalan, doğru. Hələ deyil. Nəticə var şey. Nəticə budur qardaşım. Əgər təkrar edirəm, gələn istəsiz köməkli göstərə bilərəm. Hələlik sağ olun, inşallah görüşərik.